Sözü gedən kəndin içməli su təminatını yaxşılaşdırmaq məqsədi ilə tədbirlər davam etdirilir. Layihəyə əsasən subartezian quyusundan çəkilən su xəttinin ümumilikdə 300 metrlik hissəsi yenilənir. Sirab kəndinin əhalisinin içməli su təminatının yaxşılaşdırılması üçün ötən illərdə vurulmuş subartezian quyularından diametri 90 mm olan 4 atmosfer təzyiqli çəkilmiş içməli su xəttləri sıradan çıxmışdır. Əhalinin su təminatının yaxşılaşdırılması üçün bu gün 300 metr məsafədə yeni borular çəkilir. Bu borular 90 diametrli 8 atmosfer təzyiqindədir. Hal-hazırda yaranan suyun atmosferinə tab gətirə biləcək. İndiyə qədər bizim kənddə içməli su olmurdu. Kəndimizdə su çəkdilər. Borular tab gətirmədi, partladılar. İndi sağ olsunlar ki, onları təzədən düzəldirlər. Sağ olsunlar. Həyat sorma suyumuz daimi var. Nasos vurur onun həmişə. Onda içməli su, artizanlar xarab olmuşdu. Yenisini bərpa edirlər. Çox sağ olsunlar. Görülən işlər nəticəsində su təchizatı sisteminin etibarlılığı artırılacaq, su itkilərinin qarşısı alınacaq, kənd sakinlərinin fasiləsiz, təhlükəsiz və keyfiyyətli içməli su ilə təminatı daha da yaxşılaşdırılacaq. Hafizə Əliyeva, Tərlan İbrahimova, Namiq Abbasov, NTV Xəbər.